بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين، نبينا وحبيبنا محمد صلى الله عليه وعلى آله وصحبه ومن سار على نهجه إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم علمنا بما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. أما بعد. Allah həmd olsun möhtərəm qardaşlar. Allah subhanahu wa ta'ala bizləri gözəl bir aya çatdırıb Ramazan ayına. Vallahi nə qədər şükür etsək o qədər azdır. Nə qədər insanlar bu aya çatmağı Allahdan arzu edirdilər, ancaq müvəffəq olmadılar. Allah subhanahu wa ta'ala kimi bu aya çatdırıbsa Rəbbinə çox şükür etməlidir. Ramazan ayı xüsusi bir aydır möhtərəm qardaşlar. Çox insanlar onu dərk etmir. Çox insanlar Ramazan ayını, mahiyyətini layiqincə dərk etmir. O elə bir aydır ki, Allah Resulü'nün sahabələri onu arzulayardılar. 6 ay öncədən ona çatmaq üçün Allahdan istəyərdilər. Allahümme belliğna Ramazan, Allahım bizləri Ramazan ayına çatdır deyə dua edərdilər. Düşünün, 6 ay onu istəyərdilər. Və Rəbbimizə həmd olsun ki, bizlərə Rəbbimiz nəsib edib bu gözəl ayı. Allah subhanahu wa ta'ala hər birimizə gözəl bir şəkildə, imanla, ixlasla bu aydan faydalanmağı hər birimizə nəsib etsin. Allah subhanahu wa ta'ala bizlərə bu ayda xeyirli, fəzilətli əməlləri etməyə müvəffəq etsin. Hər şey Allahın əlindədir, müvəffəqiyyət, xeyirlər Rəbbimizin əlindədir. Və Ramazan ayında edəcəyimiz əməllər çoxdur möhtərəm qardaşlar. Ramazan ayı bir insanın islahı üçün ən böyük fürsətdir. Hər birimizin həyatında müəyyən naqisliklər var. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kullu bəni Ədəmə xatta. Hər bir Adəm övladı xəta edir, xətakardır. Xəta etməyən insan yoxdur. Və sonra buyurur ki, və xayrul xattainə təvvabun. Və xəta edənlərin ən gözəlləri, ən xeyirliləri tövbə edənlərdir. Və Ramazan ayı, möhtərəm qardaşlar, hər birimiz üçün, islah olmamız üçün fürsətdir. Naqisliklərimizi, hansı ki, nəfsimizlə bacara bilmədiyimiz naqisliklərimizi bu ayda islah etməliyik. Əgər bir mömin, bir müsəlman Ramazan ayında islah olmazsa, nə vaxt islah olar? Heç zaman. Çünki cənnətin qapıları açıldığı bir aydır. Cəhənnəmin qapıları bağlandığı, səmanın qapıları açıldığı bir aydayıq. Elə bir aydır ki, bütün xeyirlər bu ayda cəm olub. Quran-ı Kərim bu ayda nazil olub. Bütün xeyirlər, bərəkətlər bu aydadır möhtərəm qardaşlar. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm və onun sahabələri Ramazan ayının hər gününü, hər saatını faydalı keçirərdilər. Dəyərli keçirərdilər. Çünki onun qədrini layiqincə bilirdilər. Ramazanın hər saatı dəyərlidir. Ən birinci mömin orada oruç tutur. Oruc elə əməldir ki, onun mükafatı Allahın dərgahındadır. Necə ki, Rəbbimiz buyurur ki, وَأَنَا أَجْزِي بِهِ Onu mən, mükafatı məndədir. Bütün əməllərin mükafatı bilinir. Orucdan başqa, orucun mükafatı Rəbbimizdədir. Rəbbimiz onu verəcək.
Və bu ayda edəcəyimiz bəzi xüsusi əməllər var ki, onları layiqincə etməliyik. Və edə bilmiriksə də nəfsimizi ona təşviq etməliyik. Ona öyrətməliyik ki, Ramazandan sonra davam edə bilək. İlk öncə bu ayda tutduğumuz oruc yalnız aclıqdan ibarət deyil, möhtərəm qardaşlar. Yalnız insanın susuz, ac qalması oruc sayılmır, möhtərəm qardaşlar. Orucun daha böyük qayəsi var. Oruc bizi islah etmirsə, o orucun bizlərə heç bir faydası yoxdur. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm Əbu Hureyra radıyallahu anhudan gələn hədisdə buyurur ki, Mən ləm yədə' qavləz-zuri vəl-əmələ bihi fəleysə lillahi həcətun ən yədə' ta'aməhu və şərabə. Əxrəcəhul Buxari. Allah Resulü buyurur ki, kim pis sözü və pis əməli tərk etməzsə, fəleysə lillahi həcətun ən yədə' ta'aməhu və şərabə. Allahın onun yeməyini, içməyini tərk etməsinə ehtiyacı yoxdur. Bir əməl, bir insan dilində olan pis sözü, etdiyi pis əməlləri, yalanları, qeybətləri, nəmimələri tərk etməzsə, vallahi onun ac qalmasının Rəbbinin ona ehtiyacı yoxdur. Bəzi insanlar orucu yalnız ac qalmaqla, susuz qalmaqla başa düşürlər ki, ac qaldım, susuz qaldım, artıq mən oruc tutdum, Allaha yaxınlaşdım. Bəli, oruc gözəl əməldir. Ancaq orucun daha böyük bir qayəsi var, möhtərəm qardaşlar. Sonra Allah Resulü sallallahu aleyhi və səlləm Buxari və Müslimdə gələn başqa bir hədisdə bizlərə buyurur ki, وَإِذَا كَانَ يَوْمُ صَوْمِ أَحَدِكُمْ Sizlərdən birinizin oruç tutduğu gün فَلَا يَرْفُثْ وَلَا يَصْحَبْ فَإِنْ سَابَّهُ أَحَدٌ أَوْ قَاتَلَهُ فَلْيَقُلْ إِنِّي إِمْرُؤٌ صَائِمٌ Sizdən biriniz oruc olduğunuz vaxtı pis söz danışmasın. Söyməsin. Əgər kim onu söyərsə, pis söz deyərsə ona və onunla mücadilə edərsə, desin ki, inni imru'un saim, mən orucam. Bu kəlmə ilə sözünü bitirsin. Əks halda ona yalnız tutduğu orucdan aclığı qalar, möhtərəm qardaşlar. Onun üçün nəfsimizi islah etməliyik. Bu meydandır. Ramazan ayı nəfsin islahı üçün ən böyük bir meydandır. Dərsdir, mədrəsədir. Sonra nəfsimizi tərbiyə etməyimiz və islah edəcəyimiz əməllərdən birisi də, ikincisi də gecə namazlarıdır. Hansı ki, indi qılırıq və bəzi insanlar gecənin 1/3 qılır və buna nəfsimizi öyrətməliyik. Nəfsimizi buna öyrətməliyik. Allah Resulü sallallahu aleyhi və səlləm yenə Buxaridə və Müslimdə gələn hədisdə buyurur ki, Mən qamə Ramazana imanən və ihtisabənĞufirə ləhu mə təqəddəm min zənbih. Kim Ramazanı imanla və əcrini Allahdan umaraq qılarsa, gecəni qılarsa, namaz qılarsa, gecəni qalxarsa,Ğufirə ləhu mə təqəddəm min zənbih. Onun keçmiş günahları bağışlanar. Bu ay bir müminin, bir müsəlmanın islahı üçün, bağışlanması üçün ən böyük fürsətdir. Və sonra buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləmin həyatı gecə namazsız keçməzdi. Ayşə anamız radıyallahu anhə buyurur ki,
Ve inne Resulallah sallallahu aleyhi ve sellem kâne la yeda'uhu. Allah Resulü sallallahu aleyhi ve sellem gece namazını heç zaman terk etmezdi. İzâ merida ev kesele salla qa'iden. Hətta xəstələnərsə və yorğun olardısa oturaraq qılardı. Çünki gece namazı qiyam müminin şərəfidir, izzətidir. Necə ki Rəbbimiz Quran-ı Kərimdə Furqan surəsində buyurur ki, müminlərin sifətlərini, gözəl sifətlərini bizlərə xatırladaraq buyurur ki, وَعِبَادُ الرَّحْمَنِ الَّذ۪ينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا. Allah'ın, Rahman'ın qulları o kəslərdir ki, yeryüzündə gözəl, sakitcə gəzərlər. وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا. Cahillər onlara xitab etdikdə salam olsun deyərlər. Və sonra buyurur ki وَالَّذ۪ينَ يَب۪يتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا. Onlar gecəni səcdədə və qiyamda keçirərlər. Və gecə namazı bir müminin həyatında lazım olması gereken en önemli ibadetlerdendir. Sonra üçüncüsü, nəfsimizi islah edeceğimiz əməllərdən birisi də sədəqədir. Bu ayda nəfsimizi ona öyrətməliyik. Çünki ən xeyirli əməllərdəndir. Hətta bir ayət kərimədə gəlir ki, insanlar dünyaya qayıtmaq istədikdə deyəcəklər ki, qayıdım sədəqə verim. Çünki onun fəziləti, əcri çox böyükdür. Allah Resulü sallallahu aleyhi ve sellem əcvədə mə kən. Yəni buyurulur ki, Allah Resulü Ramazanda daha cömərd olardı. Daha çox xeyir əməllərə üst tutardı. Və Ramazanın hər günü keçdikcə daha çox xeyir əməlləri artırardı. Beləliklə Ramazanın sonuna qədər xeyir əməlləri hər gün daha da artırardı, sıxlaşdırardı. Və sonra dördüncü, Ramazanda edəcəyimiz və nəfsimizi islah etməmiz üçün ən böyük əməllərdən, xeyirli əməllərdən birisi də Quran-ı Kərimin qiraətidir. Rəbbimizin kəlamını oxumaq, onu tədəbbür etmək, onu düşünmək, ona layiqincə vaxt ayırmamızdır, möhtərəm qardaşlar. Bir çox qardaşlarımız Quran-ı Kərimi oxuya bilmirlər. Baxırsan, illərdir ibadət edir, namaz qılır, ancaq Quranı layiqincə oxuya bilmir. Deməli, o insan Rəbbinin kəlamına önəm vermir. Bu dünyada insanın ən çox dəyər verəcəyi, oxuyacağı, tədəbbür edəcəyi, düşünəcəyi ən layiqli kəlam Rəbbimizin kəlamıdır. Və Abdullah ibn Amr ibn As radıyallahu anhumadan gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, qiyamət günü Quran sahibinə deyiləcək ki, İqra, vartaqi, oxu, ucal, varattil, kəmə kuntə turattil, oxu, necə ki, dünyada oxuyurdun. فَإِنَّ مَنْزِلَتَكَ عِنْدَ آخِرُ آيَةٍ تَقْرَأُهَا. Və sənin mənzilən oxuduğun ən son ayətdədir. Yəni, insan nə qədər Quran-ı Kərimə dəyər verərsə, o qədər də Allah qatında onun mənziləsi ucalar. Allah Resulü'nün sahabələri, tabiinləri Ramazan ayı girdikdə bütün elmləri kənara qoyardılar. Həyatlarını Ramazan ayında Qurana həsr edərdilər. İmam Şafii'dən gəlib ki, 60 dəfə Quranı xətm edərdi. Bəziləri 30 dəfə, bəziləri 3 gündən bir,
bəziləri ən az edən 10 gündən bir xətm edərdi. Qurana dəyər vermək belə olur, möhtərəm qardaşlar. Onu başqa vaxtlardan daha çox oxumaq, daha çox ona dəyər vermək, daha çox tədəbbür etmək. Çünki Quran-ı Kərim Rəbbimizin kitabıdır. Necə ki buyurulur ki, İqra'ul Qur'anə fəinnəhu yəti yevməl qiyaməti şəfi'ən li əshabih. Allah Resulü buyurur ki, Quran-ı Kərimi oxuyun. Fəinnəhu yevməl qiyaməti. O qiyamət günü gələcək, sahibinə şəfaatçı olacaq. Və başqa bir rəvayətdə gəlir ki, iki şey gəlib sahibinə şəfaatçı olacaq. Onlardan birisi orucdur, hansı ki Ramazan ayında tuturuq. Deyəcək ki, onu aç saxladım, susuz saxladım. Şəfaatçı olacaq ona. Necə ki o gün, qiyamət günü insanın əməlləri, əzaları, onlar insana şəfaatçı olacaq. Artıq insanın özünün heç nə deməyinə dəyər qalmayacaq. Hər etdiyi əməl, hər etdiyi əməl ona ya əleyhinə, ədəleyhinə şəfaatçı olacaq, möhtərəm qardaşlar. Onun üçün bu ayda nəfsimizi Quran-ı Kərimə bağlayaq. Quran-ı Kərim bizi islah olmamız üçün Quran-ı Kərim ən böyük fürsətdir. Onun hər bir ayəsində düşünənlər üçün böyük ibrətlər var, möhtərəm qardaşlar. Allah Subhanahu wa Ta'ala bizlərə Quran-ı Kərimi oxuyarkən diqqət etsəniz, görərsiniz ki, hər bir neçə ayətdən bir bizlərə buyurur ki, əfələ təaqilun, əfələ tətəfəkkərun, əfələ tətədəbbarun, əfələ tubsirun. Düşünməz misiniz? Dərk etməz misiniz? Görməz misiniz? Yəni bunları hamısını Rəbbimiz bizlərə çatdırır ki, qiyamət günü heç kimə üzür qalmasın. İnsan oxusun və Rəbbimizin bizdən istədiyini, Rəbbimizin ayətlərini oxuyub dərk etsin, düşünsün, onlara önəm versin. Çünki bu ay Quran-ı Kərim ayıdır. Necə ki, Rəbbimiz buyurur ki, Şəhru Ramazanəl-ləzi unzilə fihil Qur'an. Ramazan o aydır ki, o ayda Quran-ı Kərim nazil olur. Quran-ı Kərim hara nazil olarsa, ora xeyir, bərəkət nazil olar. Orada xeyir olar, bərəkət olar. Quran-ı Kərim oxunan yer xeyirli, bərəkətli olar. Çünki o uca Rəbbimizin kəlamıdır. Onun üçün çalışmalıyıq ki, möhtərəm qardaşlar, bu ayda bu əməlləri nəfsimizə öyrədək, təşviq edək. Bir ay boyunca insan bunları edərsə, bunları nəfsinə təşviq edərsə, sonunda artıq bu insana asanlaşar, rahatlaşar və sonunda da möminə ən böyük dayaq olan, səbəb olan duadır. Ki bu əməlləri əlimizdə saxlamamız üçün hər gün dua etməliyik Rəbbimizə. Allahdan istəməliyik. Allah müvəffəq etsin deyə Rəbbimizə əlimizi açıb dua etməliyik. Səcdədə, ağzı oruc olarkən, gecə namazlarında mömini duasız təsəvvür etmək mümkün deyil, möhtərəm qardaşlar. Rəbbimiz buyurur ki, وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ. Qullarım məni səndən soruşsalar, mən yaxınam. Ucibu da'vatəd da'i izə da'ani. Məni çağıranlara işitirəm, cavab verirəm.
Başqa bir ayət kərimədə buyurur ki: "Və qâle rabbukum ud'ûni estecib lekum." Rəbbimiz dedi ki: "Ud'ûni estecib lekum." Mənə dua edin, sizə cavab verim. Bir çox ayət kərimələrdə Rəbbimiz bizlərdən dua etməmizi istəyir. Rəbbimizin ən çox sevdiyi odur ki, qulu ona dua edir, ondan istəyir, insanlara əks olaraq. İnsanlardan nəsə istədikdə onlar qəzəblənir və Rəbbimiz isə istəmədikdə qəzəblənir, istədikdə sevinir. Ondan istəməliyik hər şeyi, hər bir şeyi ondan istəməliyik. Əgər hansısa əməlləri edə bilmiriksə, müvəffəq ola bilmiriksə, Allahdan istəməliyik. Və bil ki, Allah subhanahu wa ta'ala o əməlləri sənə verəcək. Sadəcə duanda israrlı ol, Allahdan istə və Allaha təvəkkül et. Allah hər birimizi eşidib faydalanlardan etsin. Allah subhanahu wa ta'ala bizləri bağışlanan qullarından etsin. Allah subhanahu wa ta'ala hər birimizi xeyirlərə müvəffəq etsin. Və sallallahu və səlləm alə nəbiyyina və habibina Muhammed.